Salam əziz tələbələr, hər vaxtınız xeyirli olsun. Word proqramının dərs 2-nin izahını çəkirik. Bu dəfə kitablarımız Insert kitabına olacaq. Eyni zamanda dizayn və layout kitablarına da baxacağıq. Deməli, Insert qrupu ümumiyyətlə, belə deyək, sənədə əlavə edilməklə bağlı sual görsəniz, %90% Insert kitabındandır. Çünki Insertin tərcüməsi əlavə et sözüdür. Insertin qrupları Page, Table, Illustration, Media, Link, Comment, Header, Footer, Text və Symbol qruplarıdır. Başlayaq page qruplasından. Yəni səhifə ilə bağlı qrupa nə iş görə bilərik? Baxın, yeni sənəd yarada bilərik. Sənəd daha doğrusu yeni ağ vərəq əlavə edə bilərik. Yeni sənəd yaratmaq fayl tabından olur. Amma yeni vərəq əlavə etmək insert tabından həyata keçirilir. Biz sənədimizə üzdük əlavə edə bilərik. Bax, cover page. Üzdük bunu qarşıdırmayın faylda olan şablonlarla. Buradan isə biz sadəcə sənədimizə bir başlanğıc vərəqini ilk üzdük əlavə edə bilərik. Ümumiyyətlə, və yaxud da hər hansı bir vərəqə üzdük əlavə edə bilərik buradan. Dedik, blank page ağ bir vərəqdir. Page 1 isə sənədi olduğu yerdən kəsir. Bax, bir dənə hər hansı bir sənədi açaq. Tutaq ki, olsun. Bu PDF olsun. Bu səndə olsun. Bax, tutaq ki, bizim indi gedib istifadə edəcəyik biz page 1 yaxdan. Kursorumuzu yerləşdiririk bura. Page 1 yak vursaq, gördüyünüz kimi sözün bir hissəsi kursor qaldığı, qoyduğumuz hissənin sol hissəsi qalır yuxarıda, sağ hissəsi keçir aşağı hissəyə və yaxud da ki, növbəti yeni abzasa. Table. Table cədvəl deməkdir. Biz insert tabından, table qrupundan cədvəl əlavə edə bilərik. Burada bizə standart olaraq cədvəl ölçüləri verir. Lakin biz istəsək daha böyük cədvəllər də yarada bilərik və gördüyünüz kimi insert table pəncərəsindən kolumn sütun sayını qeyd edərək tutaq ki 15 sütunluq. Deyək ki 15 dənə də sətirlik, vaxt olsun 10 dənə sətirlik bir cədvəl yaradaq və bunu desək, belə bir cədvəli bizə Word yaradıb verəcək. Və cədvəl əlavə edəndə gördüyünüz kimi burada dizayn və layout tabları da əlavə olaraq açılır. Table design haqqında danışaq, elə buradan danışmışkən. Table design sadəcə cədvəlin dizaynını dəyişir. Gördüyünüz kimi rəngini dəyişə bilərik buradan və yaxud da ki, kənar xəttlərini dəyişə bilərik. Biz cədvəlimizi rəngləyə bilərik. Burada şeirli xəmri vasitəsilə cədvəlimizə istənilən rəngi təyin edərik. Hər hansı bir hissəsini, hər hansı bir xanasının rəngini dəyişmək olar. Xəttin stilini dəyişə bilərik. Kənar xəttlərin hər hansı bir hissəni seçərik. O hissənin rəngini dəyişə bilərik. Buradan border stil vasitəsilə. Və eyni zamanda burada qələmin rəngini dəyişə bilərik. Yəni o hansı rəngdə istəyirsinizsə o rənglə seçərsiniz. Belə bir yeni bir xətt əlavə edərsiniz və o rəngi təyin edə bilərsiniz. Borders, kənar xəttlər təyin edə bilərsiniz. Cədvəlin kənar xəttləri qalın olsun. Və yaxud da ki, sadəcə yuxarı hissəsi rəngli olsun, sağ hissəsi, aşağı hissəsi buradan təyin edilir. Və s. Bu dizaynla bağlı şeylər. Əsas məsələlər layoutdadır. Baxın, biz burada table qrupası var. Select all deyib bütün cədvəli seçə bilərik. Eyni zamanda select cell deyib, yəni xananı seçə bilərik. Sütunu, ümumiyyətlə cədvəli də seçə bilərik. Drive qrupası var. Burada yəni qələm vasitəsilə müəyyən bir hər hansı bir hissəni yenidən cədvələ salmaq olar və yaxud da yeni bir cədvəl çəkmək olar. Və yaxud da ki, həmin bu hissənin cədvəlini seçib silmək də mümkündür. Deməli, biz table layoutdan danışırıqsa, table layoutda delete silmək, yəni hər hansı bir xananı silə bilərik, sütunu silə bilərik, sətri, ümumiyyətlə cədvəli silə bilərik. Sonra biz sətrimizdən, tutaq ki, bu sətri seçmişik. Sətrimizdən yuxarıda hissəyə sətr əlavə edə bilərik, aşağı hissəyə sətr əlavə edə bilərik. Sütunumuzdan hər hansı bir sütunu seçirik. Sütundan sağa, sola, insert columns left, insert columns right əmrləri vasitəsilə sağa, sola sütunlar əlavə edə bilərik. Baxın, sütun yuxarıya aşağıya əlavə olunur. İmtahanda sizə aldacaqlar ki, cədvəldə yuxarı hissəyə tutaq ki, sütunu əlavə etmək olur. Xeyr, sütun yalnız sağa və sola, sətr isə yalnız aşağı və yuxarıya əlavə olunur. Merge merge qrupası haqqında danışaq. Merge ümumiyyətlə birləşdirmək deməkdir. Hər hansı bir yeri seçib merge əmrini vursaq fərqi yoxdur. Hansı hissəni seçirsə seçin. Bu sadə olaraq gizlənən xana da ola bilər. Ümumiyyətlə bir neçə sətr də ola bilər. Merge əmrini vursaq və yaxud da sadəcə olaraq hər hansı bir sütunu da seçəsi olsaq və gedib merge vursaq həmin yeri birləşdirib cəmi bizə xana vermiş olacaq merge əmri. Split isə merge-in tamamilə əksinə olaraq hər hansı bir yeri bölür, xanalara bölür. Tutaq ki, burada təyin edirik ki, seçilmişsə 32-yə, yəni 30 dənə sütun 2 dənə sətirdən ibarət belə bir cədvələ dönüşsün. Həmin hissə, seçdiyimiz hissə split case həmin hissəni cədvələ çevirir. Split table isə biz müəyyən hissəsini seçirik, split table əmrini vururuq, həmin hissəni ayrıca bir cədvəl olaraq kəsir götürür. Nəhayət gəldik
Deməli, burada bəzi şeylər qalıb, onu da deyək. Xananın ölçüləri təyin oluna bilər buradan, sağ, sol hissədən. Xananın daxilindəki mətn təyin oluna bilər. Sağa, sola, ümumiyyətlə çevrilmək təyin oluna bilər. Xana daxilindəki yazılar nizamlana bilər. Xana daxilinə mətn əlavə oluna bilər və yaxud da ki, xana daxilinə hansı bir hesablamalar da həyata keçirə bilərik formula əmri vasitəsilə data qrupbasından. Bizim indi əsas işimiz insert tabındadır. Insert tabında table qrupbasının alt əmrində burada nə var? Excel spreadsheet. Baxın, Excel spreadsheet nə deməkdir? Tutaq ki, mən hansı bir mətn yazıram bura, fərqi yoxdur, mənalı, mənasız və həmin hissəni seçirəm və gedirəm table qrupbasının alt əmri olan Excel spreadsheet açıram. Yəni, mətni cədvələ çevir deməkdir. Və yaxud da ki, Excel üzərində cədvəl yarat deməkdir. Görürsən, bir dənə Word sənədi üzərində yeni bir cədvəl yarat. Buna həm də OLE texnologiyası deyirlər. Mətni, belə deyək, hər hansı bir hissəsini seçmişik və gedirik table-dan. Yazılıbdır burada convert text to table. Mətni cədvələ çevir. Və buradan təyin edirik. Bir dənə sütundan ibarət və yaxud da ki, iki dənə sütundan ibarət bir dənə həmin mətni cədvələ salır. Gördüyünüz kimi mətn cədvəl daxilinə keçdi. Yəni, sual düşsə ki, mətnin cədvələ çevrilməsi mümkündürmü? Bəli, mümkündür. Hardan? Table qrupbasından convert text to table əmri vasitəsilə həyata keçir. Sonra Illustration qrupbasına gələk. Illustration qrupbasında nələr var? Picture, şəklin əlavə edilməsi. Biz sənədimizə yaddaşda olan hər hansı bir şəkli əlavə edə bilərik və şəkil əlavə olunanda yaranan nədir? Baxın, şəkil əlavə olanda olur picture format. Şəkli formatlaşdırmaq, sağa sola çevirmək, pozisiyasını təyin etmək və s. Picture formatın funksiyalarıdır. Eyni zamanda biz şəkli necə əlavə edə bilərik, onu da deyək. Baxın, Picture-nin burada versiyaları var. Biz buradan seçirik, tutaq ki, internet üzərindən axtarılsın. Bax, məsələn, internet üzərindən hər hansı bir şəkli seçirik. Tutaq ki, olsun söz gəlimi bu şəkil. Bunu seçdik və insert dediksə, həmin şəkil internet üzərindən bizim sənədimizə yerləşdirilir və yenə picture format yaradılır. Eyni şəkildə yenə biz picture-ni daha geniş alanlarda, daha geniş səhətlərdə axtara bilərik. Məsələn, deyək ki, Apple əlavə edə bir dənə alma formasını, alma müxtəlif formaları gəlir. Sən buradan seçirsən, sənə hansı lazımdırsa, hansı formada istəyirsənsə, o formada əlavə edirsən, yenə də picture format açılmış olur. Keçək shape, yəni fiqurun əlavə edilməsi. Sənədə fiquru əlavə etmək üçün burada shape hissəsini açırıq və istədiyiniz buradan fiquru seçib sənədimizə əlavə edə bilərsiniz. Keçdik indi maraqlı hissələrdən biri olan ikonlara. Yəni, istənilən ikonu biz sənədimizə daxil edə bilərikmi? Bəli. İstənilən ikonu, məsələn, buradan seçirik. Hansı bir ikon axtaraq, tutaq ki, olsun kompüter. İngiliscə yazaq ki, tapsın. Kompüter, gördüyünüz kimi kompüterə aid müxtəlif formalar gəldi. Tutaq ki, biz bunu seçdik. Kompüterin ikonunu sənədimizə daxil etdik və bu dəfə isə qrafik format tabı açılmış oldu köməkçi tab olaraq. Deməli, 3D model. 3D model, hər hansı bir 3D modelisi axtarırıq internetdən. Tutaq ki, bizə 3D model olaraq veribdir. Yenə deyək, kompüter olsun və yaxud da ki, panda olsun bu dəfə. Pandanı seçdik. Yəni, heyvanları seçdik. Yenə gedirik, burada pandanı seçirik. 3D model şəklində bizim sənədimizə əlavə edirik. 3D model əlavə tabı açılır və bu 3D model tabı vasitəsilə də biz şəklimizə 3D formatda baxa bilərik. İstənilən istiqamətdən 3D formatında baxmaq mümkündür. 3D-nin də fərqli özəlliyi budur. İstənilən hər hansı bir elementi 3D formasına sala bilərsiniz. 3D formasını axtarıb sənədinizə əlavə edə bilərsiniz. Smart Art. Smart Art hazır fiqurlardır. Sizə hazır fiqurlar verir Word. Gördüyünüz kimi, məsələn, belə bir fiqur var, belə bir fiqur var, eyni zamanda belə bir də fiqur var və yaxud da ki, belə bir fiqur var və yaxud da ki, belə bir fiqur da var. Siz bunu əlavə edirsiniz və həmin hissələrə müəyyən mətnləri yazmaqla birbaşa sənədi hazırlaya bilərsiniz. Sonra keçirik. Burada var diaqram. Baxın, diaqramla bağlı bir şey deyim, Excel-də də deyəcəm bunu. Yeganə diaqram Excel-dədir ki, qruplu. Qalan hər yerdə gördüyünüz kimi illustration tərkibində bir əmr olaraq gedir. Diaqramın əlavə eləmək üçün diaqram əmrin üstündən vururuq və burada gördüyünüz kimi 17 dənə əsas bunun tipi var. 17 dənə əsas tipi istifadə edə bilərik. Eyni zamanda diaqramın 61 dənə də əlavə tipi var. 17 əsas tip var. Bu da burada bizə verir. Məsələn, pay, yəni diaqram. Bu şəkildə əlavə edirik və diaqramı əlavə etdikdən sonra avtomatik olaraq diaqram əlavə olunur və yuxarıda bir Excel proqramı açılır. Buna isə biz deyirik OLE texnologiyası. Bir proqram üzərində başqa bir proqramın açılması texnologiyası deyirik buna və chart dizayn və format tabları da əlavə olaraq açılmış olacaq bu əmr vasitəsilə. Sonra screenshot.
Screenshot ekran belə deyək, hər hansı bir hissəsini kəsib yerləşdirməkdir. Screenshot vasitəsilə hər hansı bir hissəni seçirik. Tutaq ki, bu hissəni seçirik. Bu hissəni screenshot edirik və bizim sənədimizə əlavə etmiş olur. Sonra media qrupbası. Media, yəni nədən söhbət gedir? Tutaq ki, hər hansı bir internet üzərindən bir video axtarırıq. YouTube və yaxud da ki, hər hansı bir platforma ola bilər. Və həmin axtarışın nəticəsini video formatında biz sənədimizə əlavə edə bilərik. Digər qruplardan davam etsək, hansı ilə? Məsələn, bu görə bir dənə aktiv sənəd açaq, hazır sənəd açaq. Keçək link qrupbasına. Link qrupu nədir? Link yəni keçidlərdir, istinadlardır. Tutaq ki, mən bu hissəni seçirəm, bu sözü seçirəm. Gedirəm link qrupbasına. Seçdiyim söz avtomatik olaraq burada olur. Və mən burada nəyi, hansı hissəni link etmək istəyirəmsə, gəlirəm buradan seçirəm onu. Tutaq ki, hər hansı bir dokument olsun. Həmin dokument açılır. Bir dənə gözləyək. Ekran şəffaflaşıbdır. Aha, bax, indi buradan həmin PDF-in daxilini seçdik. Daxil və xarici qovluqlar deyirik. Bunu seçdik bu vəziyyətdə. Gördüyünüz kimi rəng dəyişdi və link formasına gəldi həmin hissə. İstənilən hissəni linkə çevirə bilərsiniz. Və bunu açmaq üçün, linki açmaq üçün kontrol bası vəziyyətdə üstdən klik edəsək, bax, bir dənə bu hissəni kəsək aşağı gətirək ki, bunlar qarışmasın. Bax, kontrol basılı vəziyyətdə həmin sözü üstdən klik etsək, bizi haranı ki, link eləmişik, haranı ki, keçid tələb eləmişik, ora keçid təmin edirik. Necə də bu sözün özünü, daxil və xarici sözünü link eləmiş olsa, seçərik əvvəlcə, gedirik link qrupbasına. Məsələn, sənəd daxilində olmasın, olsun hər hansı bir başqa bir sənəd olsun. Bayaq mən sənədin öz daxilində seçmişdim. İndi başqa bir sənədə keçid eləyə bilərik. Yəni, ekran şəffaflaşması həyata keçsin, sənədin həcmi böyükdür deyə arada olur, donmalar baş verə bilir. Tutaq ki, hər hansı bir hissəni seçirsən və yaxud da ki, hər hansı bir PDF-i, hər hansı bir qovluğu buradan seçirsən. Tutaq ki, deyim sınaq biri burada link eləmək istəyirik həmin mətn üzərində. Gördüyünüz kimi yenə rəng dəyişdi və biz açmaq üçün linki kontrol mütləq ki, basılı vəziyyətə saxlamalıyıq. Kontrol basılı olmadan sadəcə olaraq bu bir sözdür. Amma kontrol basılı vəziyyətə gəldikdən sonra həmin yazı olur link və həmin kontrol basılı vəziyyət üstə klik eləsək, gördüyünüz kimi həmin PDF əgər mövcuddursa, açılmış olacaq. Biz həmin PDF-i qısa yolunu silmişik. Qısa yol şəklində olanı seçmişdim. O da silinibdir deyə açmadım. Sonra bookmark, yəni əlfəcin. Əlfəcin kitabda müəyyən bir hissəni oxuyanda arasına qoyuruq ki, itməsin. Eləcə də burada əlfəcin əlavə edə bilərik. Məsələn, əlfəcin sözünü əlavə edirəm, Seyhun sözünü və deyirəm ki, əlavə olunsun. Həmin yerə görünməyən bir əlfəcin əlavə edir. Əlfəcini necə tapa bilərəm? Sonra gedirəm Home tabını, keçən dərsimizdə demişdik, Find axtarış bölməsindən. Bura Seyhun sözünü əlavə yazı kimi verirəm və Seyhun sözü harda varsa, eyni zamanda mən əlfəcin yazdığım hissədə daxil olmaqla həmin hissəyə aparır. Deməli, bizim əlfəcinimiz. Sonra InsertNet tabında olan qruplardan biri comment qrupudur və eyni zamanda hərbdən burada cross-reference əmri qaldı. Cross-reference nədir? Cross-reference çarpaz istinaddır. Tutaq ki, mən Access proqramını yazmışam. Bunu yazanda harda istinad eləmişəm? İstinad göstərirəm. Tutaram ki, onun bura həmin sənədin yazıram nömrəsini, paragrafın abzası nömrəsini, həmin hissəni də qeyd edirəm ki, tutam ki, hansı hissəyə, hansı səhifə əsasən istinad eləmişəm. Tutaq ki, Access-lə bağlı səhifə 10-da məlumat vermişəm. Burada qeyd edirəm ki, məsələn, səhifə 5, paragrafı qeyd edirəm, həmin hissədə istinad var. Gedir ora baxmaq üçün. Sonra var comment qrupbası. Comment qrupbası bir insert net tabında var. Bir də yanınızda saxlayın ki, review net tabında da comment qrupbası mövcuddur. Amma comment qrupbasına bir dənə fikir versəz, çoxdur. Commentin silinməsi, keçilməsi, əlavə edilməsi, qələmlə düzəltilməsi. Amma bizim bu haqqında danışdığımız insertün commenti sadəcə o bizdən comment əmridir. Məsələn, bu hissəni kəsib versələr sizə desələr ki, hansı qrupbada, hansı etabında yerləşir. Görsəniz ki, comment təkdir. Deməli, bu insert etabına adılan bir comment. Yox, commentin yanında digər ünsürlər də varsa, şəkildə gördüyünüz kimi çoxdursa, deməli, bu aid olacaq review'un comment qrupbasına. Comment nə iş görür? Tutaq ki, mən comment deyirəm. Sənədimin bu hissəsini deyirəm ki, comment verirəm. Nəsə bir rəqəm olsun, nəsə bir işarə də ola bilər, nəsə bir söz də ola bilər, hərf də ola bilər. İstənilən mənalı mənasız bir şeyi siz comment olaraq sənədin qıraq hissəsinə verə bilərsiniz. Bu sizin kommentiniz olmuş olacaq. Sonra header footer. Bəzən buna content title da deyirlər, sərlövhə də deyirlər, eyni şey. Bax, bir dənə fikir versək, sənədin başlıq hissəsinə yazmışıq King Master Time. Düzdür? Eyni şəkildə bu hardan əlavə olunur? Bu header footer qrupbasından. Header yuxarıya yazıdır. Bir də var footer. Footer isə aşağıya yazıdır. Bax, footeru aşağıya yazıram. Tutaq ki, nəsə bir söz yazıram. Bu aşağıda qalır bütün səhifələrdə.
Amma bir də yuxarı yazıram, bu da olur header. Baxın, header footer yadınızda saxlayın ki, təkcə yazı olmur. Bax, məsələn, header footer qrupbası açılır özdə header footer əlavə edəndə. Mən header footer bölməsinə bu hissəyə səhifə nömrəsi əlavə edə bilərəm. Header footer vasitəsilə avtomatik nömrələnəcək. Header footer bölməsinə saat tarix də əlavə edə bilərəm. Sənədin başlıq hissəsinə. Header footer'a mətn də əlavə edə bilərəm gördüyünüz kimi. Şəkil də əlavə edə bilərəm. Hətta header footer bölməsinə gəlirik, məsələn, seçirik. Tutaq ki, belə bir təbii bir istənilən bir şəkil ola bilər. Tutaq ki, deyək, belə bir şəkli seçdik və header footer bölməsinə həmin şəkli yerləşdiririk. Təbii ki, böyük ölçüdə olacaq header footerda, onda o şəkil avtomatik olaraq. Çünki şəkil özü böyük həcmdədir. Header footerun da tutduğu yer böyük olacaq. Deməli, biz header footerdan danışırdıq. Header footerun dedik ki, tək hərf, tək rəqəm yox, eyni zamanda saat, tarix, şəkil də ola bilər. Amma yadınızda saxlayın ki, yeganə olmayacaq şey header footerda hər hansı bir fiqurdur. Bax, məsələn, insertdən hər hansı bir fiqur əlavə edə bilirik, düzdür? Biz header footera yeganə olaraq fiqur əlavə edə bilməyəcəyik. Bunu yadınızda saxlayın. Header footer fərqləndirilə bilərmi? Bəli, header footeri fərqləndirmək üçün nə deməkdir? Məsələn, different fərqləndir, odd, even, page, yəni tək səhifədə ayrı bir header footer olsun, cüt səhifədə ayrısı olsun, onu buradan təyin edə bilərsiniz. Bir də həmin funksiya layoutun kontekst menyusundan da həyata keçirilir. O hissəyə gələndə də onu deyəcəyik. Deməli, siz header footerunuzun yuxarı, aşağı hissələrinin məsafəsini təyin edə bilərsiniz, sağ, sol məsafəsini təyin edə bilərsiniz və eyni şəkildə header footerunuzu ümumiyyətlə ləğv edib silə bilərsiniz. Sonra text qrupbasına gələk. Text qrupbasından textbook, yəni siz hər hansı bir mətn qutusu əlavə edə bilərsiniz sənədinizə. Gördüyünüz kimi belə bir mətn qutusu əlavə elədik. Sənədin istənilən yerinə bu arada mətn qutusu əlavə etmək olar və nəhayətində shape format belə deyək, qrupbası əlavə olaraq açılacaq. Quick part əmri var. Yəni hər hansı bir şəklin müəyyən hissədə yerləşdirilməsi, fiqurun yerləşdirilməsidir, adlandırılmasıdır. Word art. Bax, Word artın funksiyası nədir? Tutaq ki, hər hansı bir sözü yazırıq, bura mənalı, mənasız yenə və gedirik həmin sözü seçəndən sonra Word art əmri həmin sözə kölgə effekti verir. Bunu qarışdırmayın, Home tabında da belə bir funksiyalı əmrimiz var. Gördüyünüz kimi bu əmrdə text effekt əmri də eyni funksiyanı görür. Və text effekt əmrini gəlib seçsək, tutaq ki, burada seçirik. Deyək, hansı işi görsün? Bax, görürsünüz, həmin funksiyanı görür. Fərqli cəhəti nədir? Bax, bir dənə fərqi özünüz görürsünüz. Fərq burada sadəcə olaraq şrifti balaca şəkildə verir. Amma biz gedib bayaq elətdiyimiz yer, yəni insertdə olan Word art isə həmin yazını böyük şəkildə və effektli şəkildə verir. Sonra drop cap. Drop cap nə iş görür? Drop cap yəni olaraq nə iş gördüyünü görmək üçün belə bir hissəni seçirəm. Bunu tutaq ki, bu abzası seçdim. Drop cap əmrini vursam, deyib, bax, görürsünüz, birinci hərfi böyük, hamısında böyük və yaxud da ki, bir neçə sətrində böyük olaraq göstərir. Gördüyünüz kimi, lap birinci cümlənin birinci hərfini böyük şəkildə verilən drop cap o da deyilək text qrupbasında. Sonra var signature line əmri, yəni imza qoyulması. Məsələn, burada təyin edirik, tutaq ki, Seyhun Rızayev deyirik. Və ox veririk, bizim sənədimizə imza yeri düşür. Buradan da gəlib imzamızı çəkə bilərik üstə və yaxud da ki, bu şəkildə də qala bilər. Date time sənədə saatın tarixinin əlavə edilməsidir. Obyekt isə sənədə obyektin əlavə edilməsidir. Header footerda bir dənə əmrimiz qaldı, page number. Bu arada, page number, yəni səhifənin sənədin nömrələnməsi buradan həyata keçirilir. Sənədi nömrələmək üçün biz insertün header footerundan istifadə edirik. Eyni zamanda headerın özü də nömrə ola bilər, footerun özü də nömrə ola bilər. Təkcə header footer və yaxud da page number mi səhifə nömrəsi olur? Xeyr. Eyni zamanda siz date time-dan da istifadə edərək sənədlərinizi nömrələyə bilərsiniz. Bunu da yazıda saxlayın. Home tabında paragraf qrupbasında da number əmri var. Amma fərqləndirici xüsusiyyət ondan ibarətdir ki, paragraf deyilik adı üstündə abzasların nömrələnməsidir. Amma bizim hazırda üzərində danışdığımız olan bax bu əmr, yəni page number əmri isə bu da sənədlərimizi nömrələnmiş olur. Simvol qrupbası haqqında danışaq. Simvol qrupbasının tərifi belə verilir. Sənəddə ümumiyyətlə klaviaturada və yaxud da ümumilikdə sənəddə olmayan simvolların əlavə edilməsi simvol qrupuna həyata keçirilir. İki dənə əmri var. Equation və simvol əmri. Equation riyazi düsturlardır. Bəzi yazılışı çətin olan riyazi düsturlar hazır şəkildə bizim sənədimizə əlavə edir və əlavə olaraq da equation düsturu tabı açılmış olar. Sonra bir də bir şey deyək. Insert link tabında simvol qrupbası var. Simvol qrupbasından yeni simvollar əlavə etmək olar. Hansı ki, burada olmayan simvollardır. Bax. Bizim sənədimizdə olmayan Latin, Yunan, digər əlifbalar, hərfləri də əlavə etmək olar. Tutaq ki, mən gedirəm, buradan bir dənə işarə əlavə edəcəm. Tutaq ki, bu işarəni. Bunu əlavə etdim, insert desəm, bu işarə bura düşür. Və bir dənə diqqət yetirsəz, bura nə yazıb? Recent hissəsi.
Bax, ən sonuncu işarə elədiyim bura düşür. Sistem imtahanda buranı kəsib verə bilər. Deyər ki, buradan bu işarələrdən hansı ən sonuncu dəfə istifadə olunub? Lap başa baxırsınız. Yəni, baxın, bu ən sonuncu istifadə olmuş budur. İndi B hərfini deyirəm, insert deyirəm. Gördüyünüz kimi, bura nə düşdü ən sonuncu yerə? Deməli, B hərfi düşmüş olur. Bura ən sonuncu olan hissədir. Bu da simvol qrupbasıdır. Yazıda saxlayın, simvol həm tab qrupdur, həm də simvol əmrdir. Equation isə sadəcə olaraq simvol daxilində bir əmr kimi gedir. Deməli, insert net tabında heç bir qrupun dialoq pəncərəsi yoxdur. Sonra keçirik dizayn net tabına. Dizayn net tabı rahat bir tabdır. Dizayn net tabında nələr var? Dizayn net tabında iki dənə bizim qrupamız var. Document format, bir də page background. Document formatda tema var. Yəni temalardan biz sənədimizin vəziyyətini, rəngini dəyişə bilərik. Sonra document formatlikdə bir də bir şey var. Sənədin rəng imkanlarını dəyişə bilərik. Sənəddəki şriftlərin ölçülərini yox, sadəcə olaraq şriftin formasını dəyişə bilərik. Şriftin ölçüsünün dəyişməsi Home tabından həyata keçirilir. Design net tabında var effekt verilməsi. Biz hər hansı bir yazıya effekt verə bilərik. Abzaslar arasındakı məsafəni təyin edə bilərik. Eyni zamanda bu abzaslar arası məsafə Home tabındakı olan, bax bu əmrimiz olan paragraph spacing əmri vasitəsilə həyata keçirilir. Birazdan deyəcəyik, layout tabından da həyata keçirilmiş olar. Insert net tabında, daha doğrusu üzr istəyirəm, design net tabında yəni əvvəlki vəziyyətə, default vəziyyətə də qaytara bilərik. Bunlar dokument format. Burada rahatdır, çox çətin bir şey yoxdur. Biraz page background-a bir diqqət yetirərsiniz. Watermark nədir? Bax, bir dənə fikir versək, biz bəzən buna su damlaları da deyirlər, su nişanları da deyirlər. Eyni şeydir. Bax, bura nə yazılıb? Seyhun uzayıb. Bunu yazmaq üçün biz istifadə etməliyik. Tamamilə yeni bir sənəd yaradaq və gedək Design Net tabına. Design Net tabında watermark təyin edək. Tutaq ki, custom watermark text buradan təyin edirik. Textdə seçirik. Tutaq ki, olsun King Master. Və bunun ölçülərini də buradan təyin edirik ki, hansı ölçüdə olsun. Tutaq ki, olsun 72 normal ölçüdür. Təyin edirik. Gördüyünüz kimi buraya arxa hissəyə Kingmaster yazısı düşmüş oldu. Hardan? Page backgrounddan. Bax, page background, sənədin arxa fonu. Sənədin arxa fonu rəngləyə bilərmi? Bəli, tamamilə mümkün olan bir şeydir. Sənədin arxa fonu rəngləyə bilər və sənədin kənar hissələrinə də, ümumiyyətlə ki, sənədin kənarlarına da hər hansı bir xəttləri verə bilərsiniz. Müəyyən sadəcə bir hissəsinə də xəttlər verə bilərsiniz. Gördüyünüz kimi sənəd xəttlənmiş oldu Page Borders əmri vasitəsilə. Keçid edirik Layout Length tabına. Layout Length tabında nələr var? Baxın, Layout Length tabında paragraf qrupası haqqında biz sizlə Home-u deyəndə, Home-un paragrafını deyəndə tanış olmuşduq. Eyni şəkildə də Layout-un paragrafından birinci olaraq bundan başlayırıq. Bu ikisinin fərqi nədir? 2025-ci ildə qəbulda da istifadə olunmuşdu. Demişdi ki, sənədlərin əvvəl, yazıların əvvəlinə marker işarəsinin qoyulması hardan keçirilir? Abzasların əvvəlinə. Bax, abzas deyirsə paragrafdır. Çaşdırıcı məqam isə ondan ibarətdir ki, paragraf layoutda da var, home-da da var. Amma fərqləndirmək rahatdır ona görə ki, layoutun paragrafı sadəcə olaraq sağdan, soldan, yuxarıdan, aşağıdan məsafəni təyin edir. Heç bir əlavə işarə qoymur. Amma home tabının paragrafında isə diqqət yetirsəz, biz yazının qarşısına bax bu gördüyünüz marker işarələrindən hər hansı birini qoya bilərik. Və eyni zamanda abzasların nömrələnməsi, abzasların işarələnməsi də buradan həyata keçir. Dediyim kimi, layoutun paragrafı sadəcə olaraq kənarlardan məsafəni təyin edir. Və eyni zamanda bu paragraf buranın dialoq pəncərəsi var və bu dialoq pəncərəsindən müxtəlif əmrlərlə tanış olmalıyıq. Bunlar haqqında geniş məqamlara toxunaq. Məsələn, dialoq pəncərəsindən biz təyin edirik sağdan məsafəni, soldan məsafəni, boşluqları, eyni zamanda cari abzasa daha doğrusu ön baxışı həyata keçirə bilərik və s. Sonra keçirik Page Setup qrupbası haqqında danışaq, yəni səhifə parametrləri. Səhifə parametrlərində mərciz, yəni sənədin kənar boşluqlarının təyin edilməsi. Gördüyünüz kimi, məsələn, təyin edirik ki, sənədin kənarları sağ-sol bu istiqamətdə olsun. Sənədimizin istiqamətini landspace və yaxud da ki, portret formasında olsun. İstiqamətini təyin edirik. Kağızımızın ölçüsünü təyin edirik. A3-dən olsun, A4-dən, hansı formada çap olunacaqsa onu təyin edirik. Sonra sənədimizin sütunlara bölünməsi. Bax, bu qəbul məqamı olub. İlk adımdan çıxıb, amma qəbulda istifadə olunmuş bir sualdır. Bir dənə mən bir sənəd açım. Bax, bir dənə diqqətlə baxsaq, ta ki biz bu sənədi bu hissədən seçdik. Və gedirik layout tabından, deyirik ki, columns, sütunlara bölünsün. Bax, həmin hissəni təyin edirik ki, 2 dənə sütuna ibarət olsun. Gördüyünüz kimi sütunlara bölünür. Və buna deyilir broşura forması. Yəni, bukletlər olur, müəyyən hissələrə bölürlər, o menyularda olur, balaca kvadrat. Həmin hissələr buradan, həmin sənədlər buradan hazırlanır. Gördüyünüz kimi, müxtəlif broşuralar hazırlamaq olur.
bir reaksiya əmri var. Bayaq da dedik, page bir reaksiya harda var idi? Insert link tabında page qrupasında page bir reaksiya. Amma burada isə bir reaksiya əmridir. Yəni kəsmək. Yəni burada siz sütunları da kəsə bilərsiniz, mətnləri də kəsə bilərsiniz. Tək və cüt səhifələr arasında fərqləndirməni də həyata keçirə bilərsiniz. Deməli, page əmri vasitəsilə, page bir reaksiya page əmri vasitəsilə sənəd olduğu yerdən kəsilir, aşağı atılır. Necə ki, insert link tabında bayaq bu işi görmüşdük. Sonra line numbers sətirlərin nömrələnməsidir. Bu home tabından paragraf qrupasında da mümkündür. Burada abzasları nömrələyir, amma burada gördüyünüz layout tabında olan line number isə sətirləri nömrələyir. Sətir və abzasda ayrı-ayrı anlayışdır. Hyphenation əmri var. Hyphenation əmri isə sözün hecalara düzgün bölünməsini təmin edən bir əmrimiz olmuş olar. Sonra arrange qrupası var. Arrange qrupası yalnızca saxlayın ki, birbaşa olaraq şəkillə və yaxud da ki, hər hansı bir fiqurla bağlı olan bir şeydir. Tutaq ki, bir dənə fiquru əlavə etmiş olsaq bura və gedib layout tabına baxmış olsaq, həmin fiqurlar aktivdir. Daha doğrusu həmin əmrlər aktivdir. Bayaq passiv idi, çünki şəkil fiqur yox idi. Amma məsələn, pozisiyasını təyin edə bilərik sənəd daxilində, sənəddə olduğu yerdə hansı hissələrdə dursun və s. Daxilinə mətin yaza bilərik, wrap text və mətin istiqamətini də buradan təyin etmək mümkündür. Məsələn, 2 dənə şəkil və yaxud da ki, şəkil arxasında mətin olarsa, bring forward vasitəsilə deyə bilərik ki, fiqur öndə görünsün. Send backward vasitəsilə deyək ki, fiqur arxa fonda görünsün. İstiqamətini təyin edə bilərik və yaxud da ki, burada seçilmiş panel var, selection panellər. İstənilən, məsələn, bir neçə fiqur əlavə edilsə, burada həmin fiquru gizlədib göstərə bilərik. Məsələn, bax, görürsünüz, bir neçə fiqurlar var. Yenisini də əlavə edəsək, lap gedək birini də əlavə edək. Insert net tabından shapes deyək. Bir dənə də bura kvadrat əlavə edək. Və hər dəfə əlavə edədiyimiz fiqur gördüyünüz kimi yeni bura əlavə olunur. Siz də bir əvvəlkini gizlədə bilərsiniz, göstərə bilərsiniz və yaxud da ki, yeni olanı gizlədib göstərə bilərsiniz. Bu hardan həyata keçirilir? Layoutdan arrange qrupasına selection pan əmri vasitəsilə. Hər hansı bir fiquru align, yəni istiqamətini təyin edə bilərsiniz, çevirə bilərsiniz. Sağ istiqamətdə, sol istiqamətdə. Bir dənə bunu biz istiqamətini dəyişdik, deyəsən şəkil getdi yuxarı. Aha. Baxın, bunu biz hər hansı bir fiquru müxtəlif istiqamətlərdə təyin edə bilərik. Sənədin hansı hissəsindən dursun, aşağıda, sağda, yuxarıda və s. Eyni zamanda rotate əmri vasitəsilə biz fiqurumuzun istiqamətini dəyişə bilərik. Ovalda bunu daha çox fərq edəcəyik. Bir dənə baxaq. Baxın, görürsünüz, sağa, sola, müstənil istiqamətdə. Vaxt da ki, ölçünü özünü təyin edə bilərsən, burada müxtəlif istiqamətlərdə biz fiqurumuzu fırlada bilərik. Bu bizim layout tabımız idi. Sağ olun yoldaşlar, növbəti tablarda görüşənədək.